Hamıya salam, ilk videoma xoş gəlmisiniz. Bu günləri 2025-in sonunda Macaristanda, Avropada avtomobil qiymətləri necədir, onu istəyirəm sizlərlə bölüşüm. Özüm də ilk dəfədir burada müşahidə edəcəm. Görək, içəridə maraqlı maşınlar görmüşəm, girməmişəm içəri, ilk dəfə girəcəm. Buranın ən böyük yerlərindən biri Delta Pop adlanır. Bura gəlib çıxmışam, mən ən yaxın olan sonunda bura var idi. İndi isə keçib içəri, sizə də bir göstərəcəm. Hal-hazırda burada avtomobil qiymətləri neçəyədir, hansı maşın neçəyədir, Bakı ilə nə qədər qiymət fərqi var. Gedək bunlara baxaq. Delta Pop, belə böyük yazıblar, çox böyük bir ərazisi var. Bunun yanında da bir dənə böyük bir avtosalon var. Satış mərkəzi deyək, satış yeri deyək. Birinci bura baxacam, vaxt olsa digərinə də keçib baxacam. Getdik. Bazara girdik, daha doğrusu avtosalona. Burada bir dənə Mazda var. Səhv eləmirəmsə Mazda 3-dür. Bunların qiymətinə baxaq. Misal üçün 2019-cu il 7.500.000 forint, 91.000 probekdədir və hibriddir. Bizdə çox sevilən F31. Kia Ceed'in qiymətinə baxaq. Kia Ceed 2.200.000 forint, təxmin 11.000 manat. Dizel 169.000 kilometr probegi var. 1.6 dizeldir. 2011-ci ildir. Buradakı bu maşınlar çox yürüyüşü olmur. Vəziyyətləri də çox yaxşı olur. 90%-nin. 11.000. Bakıdakindən çox da ucuz deyil deyəsən. F31. F31. Sadə paketdir bildiyim qədər. Head-up'ı falan yoxdur. Bunun qiyməti nə qədərdir? 320 dizel X-Drive'dir, bizdə sevilməyən avtomatdır. 4.399.000 təxmini 22.000 manat, 224.000 də probegi var. 2 motor dizeldir. Maşın yaxşı vəziyyətdə görünür. Buradakı zaten çox maşınlar yaxşı vəziyyətdə olur. Belə. Burada çox maşın üstündə 2 disk təkəri verilir, qış təkərləri, yay təkərləri verilir. Burada maraqlı başqa nə maşın var? Yenə Ceed'dir. Burada bir dənə Opel Astra H Cabrio var. Mənim dostumda bundan var idi, amma Bakıda çox az sayda olduğunu bilirəm. Bu neçəyədir? 1.799.000 forint, yəni təxmini 9.000 manat, 2007, 1.8 motor, 178.000 probegi var. Bu cür. Yəni, bu maşınlar çox da sevilən maşınlar deyil, çox da alıb satılan maşınlar olmadığı üçün el də maraq yoxdur burada. Burada bir dənə də başqa rəngi var. Başqa görək, nə maraqlı maşın var burada. Burada belə bir Porsche var, amma yəqin ki, satdıq deyil, bu yiyəsinindir. Çox qəşəng görünür. Çox ideal vəziyyətdədir, yəni. Burada Prius tapdım. Prius. Burada çox da deyil Prius. Bir dənə keçək, görək. Prius. Prius qiyməti yazılmayıb. İştizadı sökük vəziyyətdədir. Qiyməti yazılmayıb. Amma bunların qiyməti burada 5-6 min civarındadır, onu bilirəm ki, maraqlanmışam biraz, 5-6 min civarındadır. Ford Fusion, Avropada Mondeo gedir, son vaxtlarda Bakıda yayılıb. Viganse, isə bir şey yazıb, Viganse deyəsən, tam da dəqiq bilmirəm. Komplektasiyanı ilk dəfədir görürəm, bizdəki Titanium oxşuyur. 7 milyon forint, 2 motor, Vignale imiş. 2 motordur, 180.000 probegi var. Yəni 35.000 manatdır burada. 35.000 manat. Qəşəng full LED faralarla falan 35.000 təbii ki, bahadır. İli neçə idi bunun? İli 2019-dur. 2019. Azərbaycanla müqayisəndə yenə də bahadır. Burada qırmızı rəngdə qəşəng bir Fiesta var. Fiesta ST kimi görünür, amma ST deyil deyəsən. Ford Fiesta 1.6 Titanium, yox ST deyil. 1.6 motor, 2.300.000 forint, yəni təxmini 11.500 manat, 152.000 də probegi var, 2011-ci ildir.
Belə balaca, qəşəng vidli maşındır. Burada belə maşınlar çox sevilir. Çox tutulur yəni. Həm balaca olsun, ekonomi olsun və sport görünümlü olsun. Rəngi falan da yəni qəşəng. Bir qüsur görünmür. Mexanika nə qədər görünür bilmirəm. Qəşəng. Bakıda hamının bazardan işlənmiş adı ilə aldığı təkərlərdir. Burada beləsinə yığıblar bura, töküblər. Maşınların üstündə pay verirlər bunları. Qış təkəri, yay təkəri. Qışdadsa yay təkəri, yaydadsa qış təkərin pay verirlər. Orada bir dənə dayı köhnə SL təmizləyir. Çox qəşəng görünür. Çox da yəni. Burada belə bir Q7 var. Quattro təbii ki, Audi'nin vazgeçilməzi. Amma qiyməti falan yoxdur. S-Line. Burada bir Audi A4 səhv eləmirəmsə köhnə model. Cabrio. Bunlarda çürük çox olur qış olduğuna görə. Audi A4 Cabrio 2.5 V6 dizel 850 min forint, 4250 manat desək. İli də 2004'dür. Burada belə bir Mercedes, bu S-klasın kupesidir deyəsən. Çox qəşəng diskləri var. AMG deyil. Yox. MAA. Nə olduğunu bilmirəm. Burada bir dənə Samara var. Çox qəşəng vəziyyətdədir. Yoxsa qiyməti falan yoxdur. İçində telefonu da var. Salon falan ideal vəziyyətdədir. Çox qəşəng görünür. Nə var içində? O qədər düymə var ki, sizenik qızdıranı, sport rejimi falan. Bir çox insanın xəyalıdır da bu maşın. Çox gözəl. Yanında da bir dənə E-klası 211'in, əstəğfurullah 212'nin Dorestylin kupesi var. Heç çox mənim marağımı cəlb eləməyib bu maşın. Burada da pastacılar eləyirlər, polirovka eləyirlər. Çıxım o bir hafta salona gedim görüm. Orada maraqlı bir şeylər varmı? İkinci hafta salona gəldik. Burada maraqlı maşınlar var. SQ8 var burada. Qiyməti yoxdur. GLA AMG var burada. Bunun da qiyməti yoxdur amma orijinal AMG'dir. Çeşka. Görək Çeşka neçədir? 6 milyon forint, 5 milyon 990 min. C300 həm dizel, həm də hibriddir. İli neçənci ildir? 2021. 415 min probegi var. Həm dizel, həm hibriddən sonuna qədər istifadə ediblər. 30 min manata. Burada maraqlı maşınlar var. Misal üçün X5 15 milyon 990 min forint, yəni 16 milyon desək 80 min manat. X5, X-Drive 40i 2020-ci il 3 motor 104 min probegi var. Bunların Bakı qiymətlərini dəqiq bilmirəm. Şkoda falan var burada. Avtoşluq edirlər oradakilərdə. Bizimkilərdən geri qalmırlar. Burada nəsə maraqlı maşınlar çox olduğunu hiss edirəm. Orada bir dənə nəsə bir şey gördüm. Burada Saab var. Bu maşın istehsalı dayanıb. Burada bir şey gördüm. Görüm nədir o? Çox maraqlı bir maşın görmüşəm burada. Nə olduğunu bilməsəm də. Burada belə bir Jaguar var. Çox gözəl görünür də. Qiyməti yazıb. Maşın üstü tor bağlayıb. 4 milyon 500 min forint. 90-cı ilin Jaguar XJS-i. Benzin 94 min probegi var. 94 min probegi var. 4 milyon 500 min forint. Yəni ki 22.500 manata. Maşın çox gözəl görünür də. Salonu avtomatdır. Nə qədər görünür bilmirəm.
Avtomat. Hətta tiptronikası da var. Arxasında göstərim. Qabağı çox cəlb edicidir. Bu uzunluqda kupe maşında yəni. Bəyək ki, Çeşkodan uzundur. Burada köhnə bir Mercedes var. Y-Class, bilmirəm dəqiq. Burada köhnə maşınlar var. İstifadə olunmayan, istifadəyə yararsız. Orada bir 05 görürəm. Burada niyəsə Ladaların qiyməti 2005-2008-ci illərin Opelindən, Fordundan bahadır. Səbəbi bilmirəm nədir. Amma şunun görə qiyməti varmı ya yox? Yoxdur qiyməti. Getməyənə dəyməz. Qaydaq bu tərəfə. C31 gedir, səhv eləmirəmsə bu. Çox qəşəng rəngi var. Kamerada görünürmü bilmirəm. Qaradır, amma fərqli qaradır. Luxury paketdir. Bunun qiymətinə baxaq. 7.950.000 forint, təxmini 40.000 manat. 530 dizel, 2017 3 motor. 210.000 probegi var. Luxury paket. Bunun arxası çox şeydir. Dar yerdədir. Çox dar yerdədir. Çox qəşəng rəngi, salonu falan 210.000 sürülsə də çox əla vəziyyətdə qalır buradakı maşınlar. Bir də sizə bir şey deyim ki, burada benzinin qiyməti dizeldən ucuzdur. Nə qədər ucuz olsa da benzin 2 manat 80 qəpik, 3 manat civarındadır. Dizeldə ondan bir 10 qəpik falan bahadır. Görək başqa nə maşın var maraqlı. Burada lüks maşınlar başlayır deyəsən. Təzə 7-ci seriyadır. Onun bir model köhnəsidir. Bunun qiyməti yazılıb misal üçün 10.911 milyon desək təxmini 51.000 manat falan eləyir. 2017 740i ay performansı, yəni hibriddir. 176.000 probegi var. 2 motordur. Bu boyda maşın 2 motor. Burada görsənir plug-in hibriddir. Burada Yeşka var, qiyməti yoxdur. Burada çox gözəl rəngdə bir dənə CL var. CL 500-dür. Çox gözəl rəngi var da, yəni. Bunun qiyməti 11.490.000 forint. 11 milyonun təxmini 51.000-52.000 civarı eləyir. Bu da 4 matik AMG 2012 4.7 motor, 134.000 probegi var. Rəngi çox gözəldir. Biraz polirovka edirsən, olur gül kimi. Designo salonu var. Qəhvəyi rəngdə. 4 matik də yazılıb hər yerinə. Bizdə 4 matik bəyənməsələr də CL 500 AMG. Çox qəşəng görünür. Burada hibrid bir dənə Porsche var. Yaşıllarından, yəni uzaqdan belə bilinir ki, bu maşın hibriddir, amma qiyməti yoxdur. Ona görə çəkməyin adı yoxdur. Çünki əsasən qiymətlərə baxıram. Görüm qabaqda maraqlı nə var. Maraqlı. Ancaq maraqlı şeylər axtarıram. Belə maşınlar doludur burada. Neçəyədir bu misal üçün? Belə maşın 7.000. Bu neçəyədir? 10.000'dir bu. Yəqin ki, iri təzədir. Panorama 2.8 dizel avtomat 10.000 manatdır, 2 milyon forint, 304.000 probegi var. 3 motor dizeldir. Civic doludur burada. Burada bir GLE var. AMG'dir deyəsən. AMG'dir, amma qiyməti yoxdur. Arxasına da baxaq. AMG 500. Bunu deyəsən maşın bazarından alıb vurublar ora. AMG 500 yazıblar. Orada nə var? Astra'nın kupesi var. 3 qapılısı. 2009 Astra GTC 1.4 153.000 probegdə 1.600.000, yəni 8.000 manatdır. Maşın nəsə qəribədir. 60 Kuza 2009 340.000 probeg, 2 motor dizel 520'dir.
1 milyon 900 min forint. Yəni təxmini 9500 manatdır. Ayotuz. Ayotuz neçədir? 2011 1.6 dizel. Probegi yazılmayıb. Probegi yazılmayıb. 2 milyon 175 min. Təxmini bir 12 min manat qiyməti var. Gümüş rəng. Maraqlı. Nəyi maraqlı? Çox belə svejlidir. O tərəflərdə daha maraqlı maşınlar yoxdur. Qutardı bazar. Arxaya baxım. Bir dənə də göz atım. Maraqlı bir şey olsa çəkəcəm. Olmasa video burada bitəcək. 2 dənə böyük avtosalon, ikisini də gəzdim. Maraqlı nə varsa onları göstərməyə çalışdım. Burada belə bir Suzuki Swift Sport tapdım. Nəsə balaca amma çox belə maraqlı görünür mənə şəxsən. 2 dənə egzozu var. Egzoz çıxışı var. Səs boğdu çıxışı. Mexanika təbii ki sport model olduğu üçün baxın 240 sürət göstəricisi var. Ola uşaq vaxtı gedib baxırdıq, sürəti necə gedir. Hamı ilə yarışırdıq. Bunlar neçədir? 4 milyon 250 min, 21 min təxmini qiyməti var. 1.6 2016-cı il 74 min probegi var. Yəni bahadır məncə. Bizim ölkə ilə qiyaslayanda, müqayisə eləyəndə 22 min, 21 min bu maşınlara vermək, o elə balaca maşın. Biraz bəzi maşınlar bahadır elə bir. Bəziləri də dəhşət ucuzdur. Burada Çeşkanın furqonu var. Bu maşınlar bizdə çox ucuz olur. Çox ucuz deyəndə yəni normal sedan maşından ucuz olur. Çox boş bir komplektasiyadır maşın, heç nəyi yoxdur. Özümün əvvəl Çeşkası olduğu üçün heç bir şey yoxdur. Maşının bomboşdur. Farası yox, luku yox. Farası yəni sadədir. 5 milyon 290 min forint. 2018-ci il 1.6 dizel. C180-dir. 251 min də probegi var. Təxmini 26.500 manatdır bu maşın. Yəni Azərbaycanla məncə eyni qiymətlərdir bu maşınlar. Çox da nə ucuz deyil, nə baha deyil. Diskləri neçəliydi bunun? Bunun diski 16'lıq. 16'lıq diskləri var. Mənim maşımın 20'li diskləri vardı. Buna baxanda elə fərqli maşınlara baxıram. Oradakı yenə AMG Edition'dır, AMG Line'dır. O qəşəydi. Prosta 420 min probegi var idi onun. 2021 maşını 420 min probegi var. Bu CLA AMG'dir. Yəqin ki 45 AMG'dir. Bir də RS 208. RS yox, S208. Salondan çıxdım, bazardım qədər sizə maraqlı maşınları, bir də gündəlik istifadə olunan buradakı maşınları, qiymətlərini çəkib göstərməyə çalışdım. Mənə elə gəlir ki, buradakı qiymətlər Azərbaycandakı qiymətlərlə müqayisə edəndə elə də ucuz deyil, ya da fərqli deyil məncə. Yəni, o ki, Avropada maşın su qiyməti nədir? Bəlkə də bu avtosalon da deyilədi, amma məncə elə də ciddi bir fərq yoxdur. Bəs sizcə Azərbaycanda maşına daha ucuzdur, yoxsa Avropada, Macaristanda? Fikirlərinizi yorumlarda bölüşərsiniz. Bugünlük bu qədər. Başqa böyük avtosalonlar tapsam, onlarda gedib çəkəcəm. Hələlik sağ olun, gələn videolarda görüşənədək.